Əhl-i Beytin pak mütəhər ruhlərinə səlavaz edək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselatu vesselamu ala seyyidina Muhammed ve alihi teyyibine tahirin. Ve la'ne daim ala a'daihim a'daillah minel ane ila liqa'illah emma ba'd. وقال الحكيم في كتاب الكريم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي اللهم كل وليك الحجة ابن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقاعدا وناصرا ودليلا وعينا حتى تسكنه أرزك توعا وتمديه فيها طويلا. Özümü və sizləri təqvaya dəvət edirəm. Allah bizi mübarək gecədə təqva əhlindən qərar versin. Hər birimiz bu mübarək gecədə və bugün Allah bizə nəsib eləyib mübarək Ramazan ayının birinci əhya gecəsini yaşayırıq. Allah bu gecənin fəzilətin, bərəkətin özümüz, ailələrimiz, əzizlərimiz, yaxınımız və Azərbaycan xalqına nəsib eləsin. Və bu gecədə həqiqətən bağışlananlardan olaq inşallah. Və bu dualarımızın qəbul olmağına, Peyğəmbərimiz və onun əhl-i beytinin bizdən razı qalmağına səlavat hədiyyə eləyək. Mübarək bu gecədə müqəddəs Qur'an-ı Kərimin bu gecə haqqında buyurduğu öz təfsilatı, Qədir surəsi, eyni zamanda bu gecənin fəzilətləri haqqında müxtəlif ayə və hədislər toplumuna baxış eləsək, görərək ki, bu gecə insan həyatı üçün çox önəmlidir. Və hər birimiz ömür həyatı sürdükdə, hər birimizin dünyada Allah qarşısında bağışlanmağa ehtiyacımız var. İstər ibadət əhli ola, istər ibadət əhli olmaya. Hər bir insanın Allahın huzurunda səmimi qəlbinə, pak, razı niyazla Allah huzurunda tanınması və axır aqibətinin nə olacağı hər bir insan üçün sual doğurur. Baxsaq, bugün cəmiyyətdə insanlar hər biri bu sözün asnasındadırlar. Dünyada gedən hadisələr, dünyada baş verən hadisələrin içərisində bu sözü deyirlər, mənim başıma nə gələcək və son aqibətdə bizi nələr gözləyir. Amma heç bir insan düşünmür ki, Allah insanın təfsilatın dünya haqqında dedikdə və onun yaradılışı və onun dünya həyatında gördüyü əməllər və onun üçün böyük bir yolun qoyulması. Hər bir insanı Allah dünyaya getirəndə onun ruzusun, onun Allah tərəfindən nələrə ki, qadir olacağı haqqında, onun haqqında təfsilatı gedir. Dünyada insan elə zənn etməsin ki, o unudulub. Bəzi adamlar var, görürsən, həyat tərzində yaşayır, deyir, mənim qapımı açan yoxdur, məni yad eləyən yoxdur, məni heç bir insan gəlib başa çıxmır. Amma düşünməsin ki, insanın həyatında bu insanlar tərəfindən görülən əməl Allah nəzərində belə deyil. Allah nəzərində unudulan insanlar Allahın nəzərində ən ali bir zirvədədirlər. Və onlar elə bir zirvədədirlər ki, Allah mütəal buyurur, dünyada yaranan bütün bəndələr mənim nəzərimdədirlər və mən onlar üçün böyük hidayət yolu qoymuşam.
və o yolda insan gərək sabit qədəm ola və o yolda doğru gedən yolda azmaya. Çox təəssüf olsun ki, insanların içərisində bugün bir var, bəzi insanlar günahdan, haramdan çəkinib Allah tərəfinə gəlirlər. Bugün cəmiyyətdə ən çox görünən hallardan biri odur ki, insanlar haqdan batilə tərəf gedirlər. Yəni, Allah tərəfinə gələn insan, Allahla razı niyaz eləyən insan, ibadət eləyən insan bir gün batilə tərəf gedə, günaha tərəf gedə və haqdan dönə. Bu, çox çətin bir məsələdir. Allah Müteal öz hədis-i qüdsündə Peyğəmbərinə buyurur ki, xoş o şəxslərin halına ki, onlar günahları qarşısında etiraf eləyib Allaha tövbə etdilər. Allah isə tövbələri qəbul edəndir. Yəni, o insanlar ki, tövbəgahdılar, Allah tövbələri qəbul edəndir. Və söz verir, Allaha sadiqliğini göstərəcək, günahlardan Allaha tərəf qayıdır, haram işlərə bir daha baxmayacağına özünə söz verir. Amma bir insan ola ki, Allah tərəfində ola, Peyğəmbərin, Əhl-i Beytin, Qur'anı zikr eləyə və bir gündə deyə ki, mən Qur'anı qəbul eləmirəm, nəuzubillah. Əhl-i Beyti, Peyğəmbəri qəbul etmirəm və yoxlar sözü onda yarana. O yoxdur, bu yoxdur ki, bəzi bu günləri sosial şəbəkələrdə də görürük. Bəzi adamlar ki, özlərini elm əhli, ilahiyyətçi kimi insanlara tanıtdırıb, insanları haqq yoldan uzaqlaşdırırlar. İnsanları Allaha gedən yoldan uzaqlaşdırırlar və onları başqa səmtlərə çəkirlər. Və bununla da insanlar halal, haram deyilən anlayış, nəzəriyyələri o insanların gözündən çəkilir gedir. Onların bir hədəfi olur, artıq nə varsa mənim üçün halaldır. Əgər bu varsa halaldır, yemək olar, haram deyilən anlayış yoxdur. Və biz də bilirik ki, bu məsələlər hər biri şeytanın insanlar üzərində hakimiyyətidir. Şeytan insanların üzərində öz hökmünü sürür. Və Allah Quranda buyurduğu kimi, o şeytan ki, həm insanlardandır və həm cinlərdəndir ayəsinə toxunsaq, öz yerinə düşmüş olar. Ki, o şeytan ki, insanları belə bir sözlərlə, danışıqla, nəzəriyyə ilə, fikirlərlə, bəzi Qur'an ayələrini başqa cür insanlara çağırışla, insanları Allaha gedən düzgün yoldan sapındırırlar. Ona görə qiyamətin qopacağı gün, insanın ölümü həqiqətən insan üçün qorxunc olur. Və insan öləcəyi anda, düşündükdə, ölümünü dərk elədikdə, onun üçün çox qorxunc bir səhnə gəlir. Bu gecə bütün ruhlar aləminin, Allahın mələkləri və Ruhul Qüddüsün yer üzərinə endiyi bir mərhələdir. Və insanın ruhiyyəsinin bugün dirilməsi bir gündür. İnsan, bilirsiniz, iki amildən təşkil olunur və həm cisim və həm ruh. İnsanın ruhi müqəddəsdir. Və ruh müqəddəs anlayış olduğu üçün insan onu bəzən sürükləyir günahlara. Və günahlara sürükləyən insan, ruhu isə insanı günahlardan neynir? Uzaqlaşdırır. Bəzən adamlar var, söz deyirlər və sözünün sonunda öz-özünə belə bir düşüncə nəzəriyyəsi ilə çəkilir, kənara bir sözü deyir. Görəsən, bu ola bilər. Görəsən, bu düşüncə mənim düzdür. Böyük bir mütəfəkkirlərdən biri, alimlərdən biri deyir, o zaman bizə ateizmlə dəstəyirdilər. Müəllim bizə Allahsızlıq dərs keçirdi. Elə oldu ki, deyir, mən sinifdə yaxşı oxuyanlardan biriydim. Bir gün deyir, o müəllim bu haqda danışanda iç dünyamdan gəldi ki, deyim ona ki, sənin danışığın hamısı səhvdir. Amma içimdə bir qorxu hissi gəldi ki, mən oxuduğum illərimi itirə bilərəm. Uzun bir müddət
oxumuşam və bu illərimi bir sözümlə heç edə bilərəm. Amma mən zaman da olsa Allahın sözünü buna mütləq bir gün deyəcəyəm. Bir gün elə nəsib oldu, qismət oldu ki, mən bunun evinə getdim və evinə daxil olmamışdan qabaq qapını döydüm, çıxdı özü və deyir, bilmirdi ki, mən gələcəyəm. O vaxtda da indi belə olmayıb ki, telefon olsun, zəng eləyim ki, mən sizə gəlirəm. Belə bir məsələ olmayıb. Bilmirdi deyir, mən gələcəm. Qəfil gəlməyimi gördükdə sevindi mənim gəlişimə. Amma elə bir sanki gördüm, bu adam narahatdır. Narahatçılığın səbəbi öz masasının üzərində olan Quranın narahatçılığı idi. Gördüm, masasının üzərində Quran var və onu yığışdıra bilməmişdi mən gələnəcəm. Deyir, baxdım belə, gördüm Quran-ı Kərim onun masasının üstündədir. Dedim ki, müəllim, mənim sizə uzun müddətdir deyəcəyim bir söz var, amma tədrisdə, dərsdə onu deyə bilmədim sizə. Çox çətinlik çəkdim, dərslərimə görə, oxumağıma görə, hər şeyi itirməyimə görə və sizin üçün də narahat olardı, sizi üçün də. Amma mən bir söz ki var, bir gün Allah qarşısında bir gün hər birimiz cavab verəcəyik. Mən istəyirəm bu gün o sözü deyim sənə. Əgər səmimi qəbul eləsən, mən onu deyərəm. Dedi, deyinə, heç bir narahatçılığım yoxdur. Bu gün dərs deyir ki, bura məktəb deyil, bura mənim evimdir. Deyir, dedim ona ki, siz bizə Allahsızlıqdan dərs deyirsiniz, amma masanızın üzərində müqəddəs Quran-ı Kərim. Mən necə bunu düşünüm, necə başa düşüm? Dedi, mən Allaha o qədər bağlı bir adamam ki, o qədər onu sevirəm ki, ona nazil olan kitabı, müqəddəs Quranı o qədər oxuyuram ki. Amma məcburam ki, mən bu dərsi daha yaxşı dediyim üçün bunu mənə həvalə ediblər. Və bilirlər ki, mən bunu bilirəm və bildiyim üçün deyirlər, onu inkar eləginəm. Və sən bilsən ki, mən hər gecə nə qədər ondan üzrxahlıq istəyirəm, nə qədər bağışlanmaq istəyirəm. Deyir, baxdım belə, dedim, bəs o uşaqların taleyi necə olacaq? Axı, uşaqları sən hamısını Allahsızlıq yoluna dəvət edirsən. Və elə bir yola dəvət edirsən ki, o uşaqların zehninə həkk olur o sözlər. Və onu qəbul edirlər, sən ustadsan, sən müəllimsən. Bugün özünü Allahdan bağışlanmaq istəməklə, cəmiyyətdə belə bir halı yaratmaqla nələr əldə edəcəksən? Dedi, Allah şahiddir ki, bilir ki, mən bu işdə məcburam. Dedim, məcbursan, bu işdən əl götürdüyünü işləmirəm. Dedi, öz həyatım təhlükədədir və öz həyatımı itirə bilərəm. Amma mən bir neçə uşağa Allahsızlıqdan deməklə, arif adamlar mənim sözümdə, o uşaqlar içəridə tutacaqlar ki, mən əslində Allahın sirlərini onlara dedim. Deyir, başa düşmədim. Axı, sən onu tərif eləmirsən, axı. Deyir, onda sən də yaxşı tələbə deyilsən. Deyir, dedim, necə mən yaxşı tələbə deyiləm? Dedim, mən o qədər tərif eləyirəm ki, adamları, o qədər tərif eləyirəm həyatı, canlı həyatı. Axırda bir sual var, bəs bunları kim yaradıb? Bunların yaradışını kim düzəldib? Bu mərhələləri kim getirib ortaya? Və bir sualın cavabında bunu tapmaq olar ki, o da Allahdır. Fəqət mən onu o cür deyirəm ki, arif uşaqlar onu mütləq dərk etməlidirlər. Ki, mən həqiqətən onlara Allahsızlıq yox, Allahın tərifini deyirəm. Fəqət dərsin fonu belə, dərsin adı bu cürlədir. Ona görə insanlar var ki, onlara bu sözləri dedikcə, bəzən o insanların içərisində özü Allahlandır, amma insanları başqa yollara sərf edirlər. Amma o insanın bir gün Allah qarşısında öz bağışlanmağı olsa belə hesabatı var. Amma biz özümüz əgər o günahlara sövq olsaq, bizim üçün daha çətin olacaq. Çünki Allah bizə elə bir gözəl biçimdə xəlq edib ki, Quran-ı Kərimdə Allah mütəal buyurur, ayətlərin çoxunda, لَأَلَّكُمْ تَأْقِلُونَ. Mən sizi əql sahibi yaratmışam, mən sizə ən böyük əqli nəsib eləmişəm. O, bütün yaradılış aləmlərin içərisində ən alisidir. Ən üstün bir neymətdir. Bizim hesabımız axirətin günü bütün canlı aləmdən fərqli olaraq bu olacaq ki, Allah deyəcək ki, mən sənə əql vermişdim, sən bunu əqli düşüncə ilə, əqli tərzdə düşünəydin, dərk edəydin ki, bu
həqiqətənmi belədir? Və sənə müqəddəs Quran-ı Kərimi nazil etmişəm və müqəddəs Quran-ı Kərimin ayələrini oxuyaydın və o ayələrin içərisində olan incəliklərdə özünü görəydin. Və bu gecə Quranın nazil olmasını deməklə bu söz tamamlanmır. Gərək bizim Quranın incəliklərindən xəbərdarlığımız olsun. Biz bilək ki, Quran bizə nədən danışır? Quran bizi hansı halallar, haramları göstərir? Hansı vacibləri bizə çağırış eləyir? Və vaciblərin layiqincə yerinə getirən insanları aqibətin və sonda cənnət dediyimiz anlayışın məqamını bizə dərk elətdirir. Ki, hansı insanlar cənnətə gedib düşəcək? Və hansı əməllərin müqabilində, hansı əməllər Allah yanında alidir ki, onlar gedib o mərhələyə yüksələcəklər. Ona görə insanın yaradılışının əsas amili budur ki, insan hər zaman axtarışda olmalıdır. Hər deyilən söz, hər deyilən fikir, bəzən alim tərəfindən də deyilən fikir, nəzəriyyə, özün qarşısında bir sorğu-sual, bir hesabat olmalıdır. Ki, görəsən bu həqiqətənmi belədir? Allah qarşısında bu həqiqətən belə qəbul olunandır. Biz bugün vacib əməllərin ikisini yaşayırıq. Namaz əməli ilə oruz əməlini yaşayırıq. Bizim mübarək 2 ay ki var, həm mübarək Ramazan ayıdır, həm mübarək Zilhəccə ayıdır. Allah bizə bu ayların içərisində 2 əməl və ayın sonunda isə 3 əməli yaşamış hesabında oluruq. Və fitrə zəkatında gəlsək, insan Allahın əmri namazı yerinə getirir, oruc əməlini yerinə getirir, fitrə zəkatını yerinə getirir, həm bədəninin zəkatını verir, həm malının zəkatını verir. Və bu mərhələlər göstərir ki, hər bir insana ki, Allah yanında görülən işlər ən ali bir zirvədədir. Fəqət insan bu əməlləri etdikcə, insan düşünməlidir ki, yaxşı bu əməli edirəm, bunun içərisində, vacibin içərisində, vacib olan əməlin içərisində nə əməlləri etsəm daha uyğun və düzgün etmiş olaram. Bu günləri cəmiyyətimizdə belə bir hal formalaşıb. Deyirsən ki, mübarək Ramazan ayında vacib səfərin yoxdursa gedməyinə. Deyir, mən elə səfərdə oruç tuta bilərəm də. Nə fərqi var? Gör elə 8 gün qalmalıyam orada, 10 gün qalmalıyam mən oruç tutum. Fərqi nədir? Mən elə oruç tuturam, maşın sürürəm, gedirəm. O zaman aid idi ki, atla gedirdilər, halları pisləşirdi. Və yaxud deyirsən ona ki, mübarək Ramazan ayında, yəni yatacaqsan, bilirsən ki, boynuna qüsul gələcək, eləməginən də bu yatmaqdan uzaq ol. Həmişə yatmırsan ki. Başqa aylarda yatırsan günüzlər, yox. Deyir, nə fərqi var ya, Allah bilir ki, mən oruç tutum, bilməyərəkdən oldu da. Axı, bilirdin, axı, bir neçə dəfə bu hal səndə olub. Yəni, Allahın yanında elədiyin əməli elə etməlisən ki, o əməl layiqli olmalıdır Allah huzurunda. Sənin cənnətə getdiyin mərhələ elə belə söz deyil. Allah elə belə söz deməyib sənə ki, sən cənnət üçün yaranmısan, cənnətə daxil olacaqsan. Hər birimiz dünyada Allahdan bağışlanmağa ehtiyaclıyıq. Allah isə mərhəmətlidir. Allah mərhəmətlidir ona görə ki, hey istəyir ki, bəndəsi elədiyi səhvlərin müqabilində ondan bir bağışlanmaq istəsin. Bu gecələr bizim üçün bir səbəbdir. Özü də böyük mahiyyətdə olan səbəbdir. O səbəb ondan ibarətdir ki, Allah istəyir ki, biz öz münacatımızı, razı niyazımızı onu səmimi qəlblə deyək və öz kiçikliyimizi onun qarşısında nümayiş elətdirək. İmam Sadiq əleyhissalamın huzuruna bir bəndə gəldi, dedi ki, ya imam, mən 30 ildir namaz qılıram, 30 ildir. Amma nəticə almaq istəyirəm. Dedi, nə nəticə?
Dedi, bilmək istəyirəm ki, mənim namazım qəbuldur ya yox. 30 ildir mən namaz qılıram. Mənim namazım qəbuldur ya yox. Əgər burada nələrisə düz eləmirəmsə, qarşıda gələn illərimi düzəldim. İmam buyurdu ki, 30 ildir ki, ibadət eləyirsən, sən öz ibadətində, əməllərində neysə səhv elədiyini düşünməmsən hələ, dedi, xeyr. Dedi, get, uzun səcdələrə get, Allahdan məğfirət bağışlanmaq istə, çoxlu dualar elə. Yəqin ki, Allah sənə nişan verəcək, sənin ibadətin, mahiyyətin. Dedi, necə olacaq bu belə? Dedi, inşallah onu hiss edəcəksən. Gəldi, namazların qıldı, gecə namazların qıldı, səcdələrə getdi. Səcdələrin birindən bir dənə belə hatifdən səs gəldi. Sən kimsən? Deyir, elə bil ki, sanki bu ses mənim qulağıma həkk oldu. Sən kimsən? Deyir, mənəm də filan kəsən. Adımla. Dedi, 30 il ibadətin nəticəsi bax budur. Gəlir imamın huzuruna, ya imam, mənə belə bir ses gəldi, mən adımı çəkdim. O mənə dedi ki, ibadətin nəticəsi budur. Dedi, bildin nəticə nədir? Dedi, xeyr. Dedi, 30 ildir, sən Allaha baş əyə-əyə şeytana da xidmət edirsən. Təsəvvür edirsən? Allaha baş əyə-əyə şeytan da səninlə bir yerdədir. Yəni, şeytanla da dostluq edirsən. Necə şeytanla dostluq edirsən? Dedi, ya imam, onu mən bilmərəm. Dedi, yalan danışırsan. Bəzən olur naməhrəmlərə baxırsan. Bəzən olur ki, kiçik səhvlərə yol verirsən, qeybət edirsən. Bunları ki, eləyirsən, bilgin elə şeytan səninlədir. Namazın mahiyyəti gedir. Hər elədikcə o mahiyyəti itirirsən sən. Və şeytan səninlə dostluq eləməklə ibadəti də yerinə getirirsən amma. Dedi, mənim ibadətim elə budur, dedi, bəli, get düzəld ibadətini. Namazı düz qılırsan, özvü düzəld, özvü islah elə. Gəldi, bir neçə il ibadət elədi, Allahla razı niyaz elədi, dedi, ilahi, nə qədər mən susmuşam, danışmamışam, nə qədər özümü qorumuşam, haramlardan çəkindirmişəm və gözümü kör eləmişəm, qulağımı kar eləmişəm, ay Allah, nə qədər bacarıramsa bunu eləyim. Və bunu eləməyə də nail olmuşam. Amma bilmirəm ki, indi ibadətimdə nələri düz eləmirəm. Və bu yolda mənə kömək elə. Deyir, yenə də birdən səs gəldi hatifdən, sən kimsən? Deyir, bu sözü dedim ki, ilahi, sən rəhmansan, sən rəhimsən, sən qafursan, sən məliksən, sən bağışlayansan, sən mülk sahibisən, nə varsa hər şeyin sahibi sənsən. Amma mən sənə bir dənə qulunam, əff etsən, mən əff etmirsən. Deyir, birdən səda gəldi ki, sən əff olunanlardansan. Sən öz üzərində həqiqətən çoxlu mübarizə apardın. Yəni, insan həqiqətən istəsə ki, Allah yanında əziz ola, Allahın huzurunda ibadətlərinin ən ali bir zirvəsinə çata, gərək o özünü çoxlu islah eləyər, çoxlu günahlardan qoruyar, çoxlu haramlardan çəkindirər. Yəni, bu gün gələ insan, bu gün bilirik ki, hər birimiz Allah qarşısında Əhya gecəsinin birinci günü taleylərin, əməllərin baxılan bir gecəsidir. Allah nəzərində bütün mələklər insanlara, yer üzünə enir, bütün insanların əməl dəftərləri açılır. Bu bir ildə biz keçən il Əhya gecəsində olan insanlarla, bu il Əhya gecəsində olan insanların əməllərinə baxılır ki, nə qədər bu adamlar dəyişdilər. Necə saxladılar özlərini, necə günahlardan qorudular özlərini, necə haramlardan uzaqlaşdılar və Allah yanında sadiqlər kimlərdir görəsən. Və o nəzəriyyə baxılır. Ona görə insan gerək, Allah nəzərindəki özünü bağışlatdırandan sonra həqiqətən özünü qoruya, saxlaya. Xüsusən cavanlarımızı bugün görsək, Allah hər birimizi, burada görürəm cavanlarımız çoxdur, Allah hər birimizi qorusun. Cavanlarımızı, ağsaqqallarımızı, orta yaşlı olan insanlarımızı, hər birimizi qorusun. Bu günləri ən böyük bizim bəlamız
narkomaniya azaldıqca ikinci bəla bütün cavanların əlində mobil telefonlar, sosial şəbəkələr və psixoloji problemlər. Və bütün insanların əsəbləri cavanların gərginləşir. O qədər gərginləşmək nəticəsində sabah ailə qurduqda, ailədə də böyük sıxıntılar, böyük nəticələr əldə olunmaqdansa daha da ağır bir hadisələr baş verir. Bu yaxında biz bir böyük tədbirdə idik. Mənim orada ürəyim ağrıdı. Həqiqətən çox təsir edici bir tədbir idi. Tədbir bütün bu gün cəmiyyətdə emosiyaların ortaya gəlməsi və insanların bu günləri beyin pozulmaları, psixoloji problemlər, gənclərdə və nəticədə ailələrin dağılması. Təsəvvür edirsiniz? Və bir hadisəni ortaya getirdilər ki, bir cavan uşaq məktəbə gəlir, müəllimlə acı danışır, dostları ilə acı danışır və bu acı danışmaqla, sıxıntılı həyat tərzi sürməklə ömrün sürür bu cürünə. Axır bir gün müəllim valideynini çağırır, narazılıq eləyir buna ki, bunun uşaqda nə çətinliklər var, nə problem yaşayır ki, bu uşaq belədir. Valideyni heç bir söz demir. Müəllim bir araşdırma aparır. Araşdırma nə olur? Hərənin əlinə bir qələm, bir kağız verir. Deyir, evdə valideynlərinizin bir-birinə olan münasibətlərini şəkildə çəkin, onu nümayiş elətdirin, göstərin. Təsəvvür edirsən, müəllim belə bir işə əl atır. Evdə ana-ata münasibətləri necədir, onu göstərin. Bir dənə qələm, ruçka verir, çək bunu göstər mənə. Hərə bir şey çəkir, biri atası anasına gül verir, biri yemək masasında, hərə bir dənə şəkil çəkir. Həmən bu uşağın çəkdiyi şəkil ana zülmə məruz qalmağını göstərir. Ata o qədər döyür onu ki, və haldan düşmüş halın şəklini çəkir, göstərir. Müəllim tapır ki, bu uşağın böyük problemi ailədədir. Yəni, ailədə olan problemdir ki, bugün uşaq belə bir cəmiyyətdə formalaşır. Ona görə hər bir insanın ailəsində olunan, görülən hadisələrə baxdıqda Allahla razı niyaz eləyib, dua eləmək ki, mənim gələcək həyatım başqa olsun. Böyük müdriklərdən biri Mövlanadan soruşurlar ki, müdriklük dərəcəsinə necə oldu, gəldin, çatdın? Deyir, hətta ailəmdə, hətta ətrafımda axmaq adamlara baxdım, onların yaxşısını götürdüm, pisini götürmədim. Nə varsa dünyada biri cahil söz danışdı, biri axmaq söz danışdı, onları beynimə yığmadım. Yaxşılarını götürdüm. Yaxşılarını götürdüm ki, şəxsiyyət oldum. Ona görə bugün cəmiyyətdə hansısa bir problemlərlə, hansısa bir sıxıntılarla yaşayırıqsa, onları biz zehnimizə həkk eləməyək, onları öyrənməyək. Öyrəndiyimiz bizə Allahın vacib elədiyi məsələlər və onun qarşısında ali bir rütbəyə çatmaq, ali bir mükafata yetişmək. Yəni, bu gecə belə bir gecədir. Bəlkə bəzi adamlar bu gecənin həyatda olmayan mərhələdə gecəni yaşamayıblar, görməyiblər. Əhya gecəsində ömrünün birinci əhya gecəsidir ki, bu gecə gəlib məsciddə ibadət eləyir və bilin ki, bu gecənin nə qədər böyük bir məsuliyyəti var. Bir halda ki, Quran buyurur ki, Leylətül qədri xeyrun min əlfiş şəhr. Allah deyir ki, bu gecə 84 il ömrə bərabər olan bir gecədir. Harda belə bir dənə söz var? Bir dənə gecəni oyaq qal, 84 ilə bərabər olan bir gecəni yaşa ki, harda belə bir söz var? Hansı gecə üçün belə bir söz deyilib? Bütün böyük müdrik insanlar bu gecələrdə özlərini ali bir zirvəyə çatdırmaq üçün bağışlanmaq istəyiblər, razı niyaz eləyiblər, gəliblər ən ali bir zirvəyə gəlib yüksəliblər. Onun üçün bu gecə ki, Allahın huzuruna gəlmişik, Allah mütəal da rəhmandır, Allah mütəal rəhimdir, öz mərhəməti var, insanlar üzərində bağışlanmağı var və insanları əfv etməyi var. Hətta Həzrəti Musa əleyhissalam Allahla razı niyaz eləyir, dua eləyir
dua elədikdə insanların bağışlanmağını istəyir. Allah Musaya xəbər verir, ya Musa, sən qövmün üçün bu qədər bağışlanmaq istəyirsən, o insanların içərisində 4 dəstə insan var. Onları mən necə münacatda, razı niyazda çağırırlar və mən onlara necə səsləyirəm. Dedi, kimlərdir? Dedi, istəyirəm sən o münacatlar ki, o dualar ki var, eləyirlər, onları zikr eləyəsən mənim üçün. Siz bilirsiniz də, dua eləyəndə duanın şərtləri var, duanın qaydaları var. Adam var, gəlir dua eləyir ki, ay Allah, mənə imkanlı elə, mənə zəngin elə, mənə sıxıntılarımı aradan qaldır, maşın alım, ev alım, obrun eləyim. Əncə özünü dua eləyir, özünü fikirləşir. Amma Peyğəmbərimiz, məsumlarımız duanın şərtlərində buyurur ki, birinci duanın şərtləri odur ki, cəmiyyəti, insanları dua eləyəsən, vilayətvə dua eləyəsən, qonum-qonşularına dua eləyəsən, yaxın qohumlarına dua eləyəsən, möminlərə dua eləyəsən, alimlərə, elm əhlində olan insanlara və sonda özünə dua eləyəsən. Həzrəti Musa nə deyir? Deyir, ey ariflərin Rəbbi. Allah deyir, ləbbeyk. Deyir, ey abidlərin Rəbbi. Allah deyir, ləbbeyk. Deyir, ey alimlərin Rəbbi. Allah deyir, ləbbeyk. Deyir, ey günahkarların Rəbbi. Müteal Allah tərəfindən nida gəlir. Ləbbeyk, ləbbeyk ya Musa. Deyir, bəs niyə ariflərdə, alimlərdə, abi, bu sözü demədin, amma günahkarlarda dedin. Dedi, o ariflər artıq öz yerlərinə çatıblar. Alimlər də öz məqamdadılar, onlar Allahı tanıyıblar. Amma o günahkar var ha, o insanlar artıq hər şeydən ümidlərini üzüblər. Bir mərhələdə dayanırlar ki, görəsən, o da bəzi insanlarda bu cür nədir? Görəsən, Allah bizi bağışlayacaq. Və belə bir ümidlə gəliblər. Əhya gecələrində adamlar var ki, həqiqətən, gəl həqiqəti deyək, bəzi adamlar var ki, gündə məscidə gələn adam deyil və müəyyən günlərdə məscidə gəlir. Əhya gecəsində bir dənə ümidi odur ki, gedim özümü bağışlatdırım. Allahla razı niyaz eləyim, özümü bağışlatdırım. Allah da deyir ki, günahkarların mənim huzuruma gəlməyini nə qədər çox istəyirəm. İstəyirəm ki, onlar etiraf eləsinlər, bağışlanmaqlarını məndən istəsinlər və mən də onları bağışlayayım. Yəni, o qədər onları sevirəm ki, o qədər onları əfv etməyini istəyirəm ki, o qədər onların bağışlanmağını istəyirəm ki, onlar dilindən bu sözü desinlər. Onlar öz dilləri ilə etiraf eləsinlər, desinlər ki, ilahi, həqiqətən biz müqəssirik, biz günahkarıq və bizi sən bağışla gələn. Bir nəfər gəldi, ibadət eləyən mərhələsində öz dostuna Allahın razı niyazını, Allahın buyurduğu vacibatı başladı ona şərh eləməyə, danışmağa. Bunun gözündən yaş töküldükcə bu sözü dedi ki, ilahi, məni əfv elə gələn, mən nələri itirmişəm. İllərdir nələri itirmişəm mən. And ola Allaha elə hər birimizə burada ibadət əhlində olan adamlara rast gəlib bu adamlar. Namaz öyrədirsən, oruz öyrədirsən, bir dənə belə sözdür. Kaş 30 il bundan qabaq gələydim mən bu yolu. Kaş 10 il bundan qabaq mən namaz qılaydım. Niçin mən bu qədər ömrümü bihudə hədərə verdim, getdi. İndi mən bunların hamısını eləməliyəm. Qəzaların yerinə getirməliyəm. Bu bir dənə böyük bir məsuliyyətdir. Elə bilməyinə namaza gəldin, o məsələlər öz yerini tapır. Qəza namazlar, qəza oruclar, yəni bunları eləmək lazımdır. Gücün çatdığı qədər bunları icra eləməlisən. Və edə də bilməsən, bir gün böyük oğlun üzərində bu məsuliyyət qalıb. Amma oğullar da var ki, bugün cəmiyyətimizdə babalarının qəza namaz oruclarını tuturlar. Təsəvvür edirsiniz? Atasının yox ha, atasını öz yerinə getirib, babasının qəza namazlarını qılır, babasının qəza orucunu tutur. Görün, nə qədər bu adam öz ətrafında, öz yaxınlarına qarşı sadiq bir adamdır.
Onların da qəza namazlarını qılır ki, onların qəbr əzabı, onların axirət əzabı yüngülləşsin. Və Allah da deyir ki, bu bəndə ki, mənim hüzuruma gəldi, etiraf elədi, mən onu bağışlayıram. Fəqət bağışlanmağın yolu budur ki, insan dili ilə etiraf eləyər. Deyir, bu bəndə də dedi ki, mən illərdir tövbə eləmişəm, bağışlanmaq istəmişəm, amma eləyə bilməmişəm, fürsət tapa bilməmişəm. Hey istəmişəm ki, tövbə eləyim, amma çata bilməmişəm ona. Hərdən bu cür olur ki, mən sizə bir maraqlı hal deyim. İstəyirsən bir əməli yerinə getirəsən, amma o əməli yerinə getirə bilmirsən. Elə bil sənin qarşında bir dənə səttər çəkilib. Sən onu ürəyin istəyir ki, mən indi çıxıram məsciddən, mən bir adama sədəqə verəcəyim, bir adamı sevindirəcəyim. Birdən o adamı görürsən, yadından çıxır, sədəqə vermək fikrində deyilsən. Tamamilə fikrin, nəzəriyən qaçır. Elə bir səni bu işdən çəkindirən bir qüvvə var. Bunun üçün Peyğəmbərimiz bir söz deyir. Deyir, insanın ruhiyyəsi pak bir məxluqdur. Yəni, ruhiyyə pak bir mənbədir. İnsanın cisminin istəkləri ilə ruhiyyə bəzən düz gəlmir. Bax, elə hal olub ki, görürsən, bir yeri getmək istəyirsən, içində bir dənə söz gedirsən ki, gedim oraya getməyim. Getsəm, görürsən, orada nələr olacaq, nə hadisələr baş verəcək. Bəlkə mən oraya getməsəm yaxşı olar. İçində bu sözlə belə danışırsan və axırda ayağa qalxırsan, yox, gedəcəyəm. Artıq bu gedəcəyəm sözün sənə əmri verən, komanda verən istəklərdir. Yox, mən orada olmalıyam. Gedirsən və görürsən ki, günahlar boydandır, haram boydandır və oradan özün iyrənirsən ki, gerək mən buraya gəlməyəydim. Gəlməyəydim sözün didizdirən bilirsiniz nədir? İnsanın ruhiyyəsi. Və səni o qoruyur axı, deyir, getmə də bura. Buradan uzaqlaş. İnsanın ruhu paktır, insanı haramlardan, günahlardan çəkindirir ki, insan ora yetişməyə. Ne üçün deyir, insan dünyasını dəyişəndən sonra onun ruhu bərzəx aləminə gələcək. Cisim isə getdi qəbrə. Onun ruhu bərzəx aləminə və ruhlar isə müqəddəsdir və bu anlayışı isə Allah sirr olaraq saxlayır. Allah deyir ki, bu anlayış sirr olaraq qalır. Çox alimlər bunun üzərində nəzəriyyələr aparıblar. İnsanın ruhu hardan çıxır, gözündən çıxır, qulağından çıxır, ağzından çıxır. Hardan çıxır ruh? Araşdırmaların nəticələri hamısı boş gəlir. Çünki bu sirdir. Allah 5 dənə mərhələni sir saxlayırsa, onun biri də insanın ruhiyyəsidir. İnsanın ruhunun hansı mərhələdən daxil olmağı və hardan çıxmağı Allah sir saxlayır. Amma Allah deyir ki, o müqəddəsdir ya. O səndədir və müqəddəsdir. Və o müqəddəs anlayışı insan gərək dərk eləyə, bilə ki, bəzən o səni haramlardan həqiqətən çəkindirir. Eşidimi də bir adamın Allah heç kimi göstərməsin. Cavan adamı rəhmətə gedir, üzrü düşür. Orada nə qədər sözlər gəlib deyirlər. Allah səbir versin, Allah rəhmət eləsin. Biri yaxşı sözlər deyir, biri hədis deyir, biri ayə deyir. Amma bu sözlər bəzən görürsən ki, hər gün eşitdiyimiz söz olduğu üçün adiləşir bunlar. Amma bir dənə söz var ki, o bizi sakitçilik verir. Nədir o? Quran oxunur. Quran oxunanda hamı sakit olur. Mən fikir vermişəm dəfələrlə, qadınlar ağlayırlar, cavanlar ağlayırlar, cavan adamın üzründə və ya üzrlərdə. Elə ki, Quran oxuduqca hamısı sakitləşir. Ne üçün sakitləşirlər? Çünki ruhiyyənin, insan ruhunun ona ehtiyacı var. Çünki o sözlər ərəbcə də olsa, mənasını bilməsə də, ruhun ona ehtiyacı var və ona görə o sakitləşir. Və öz yerini tapır ki, həqiqətən bunlar vacib bir məsələlərdir. Ona görə Allah bizi elə bir gözəl biçimdə xəlq eləyib ki, bizi hər zaman qoruyur. Bizə o boyda neymət bəxş eləyib ki, o neymətin qiyməti, dəyəri mümkün deyil. Və onu bəxş elədikdə deyir ki, mən də bəndələrimi bilirəm ki, səhvlərə gedəcəklər, müəyyən günahlara müsadir olacaqlar. Amma onlar üçün bir mərhələ qoymuşam. Onlar məndən bağışlanmaqlarını istəsinlər. Onlar məndən əffilərini istəsinlər. Və əff istəsələr mən onları bağışlayacağam.
Bir dənə məsəl deyim sizə yenə də. Görərsən, bir ana öz evladını nə qədər incidə, nə qədər döyər. Tarixdə var, Hatəm-i Tayinin bir oğlu olub. Hatəm dünyasını dəyişəndən sonra həyat yoldaşına deyir ki, bunun üzərində çox deyən ha. Bu, gələcəkdə bir şəxsiyyət kimi formalaşmalıdır. Gələcəyə yaxşı bir insan formalaşmalıdır. Və bu yolda mən də sənə kömək eləyəcəyəm. Amma bəzən bizim yetişməyimizdə ən çox bizimlə vaxt aparan bizim analarımızdır. Allah dünyasını dəyişən analarımızı rəhmət eləsin. Qalanlarımıza can sağlığı versin. Deyir, bunun üzərində çox deyən. Bir günləri Hatəmin yoldaşı öz evladını, oğlunu incidir. İncidir, onu yeməyini azaldır, onu sıxır, incidir və nəhayətində son mərhələ ona yetişir ki, onu ayaq üstə gecəni səhərəcən saxlayır, bu da başlayır ağlamağa. Ağlayır, 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 görür ki, uşağın ürəyi getdi özündən. Baxır belə, açır qapını, görür ki, uşağı özündən gedib, baxır, qaldırır uşağın ayağa, basır bağrına. Deyir, oğlum, Allah şahid ki, mən səni çox istəyirəm. Yəni, mən bu elədiklərimi ona görə eləyirəm ki, sən şəxsiyyət kimi formalaşasan. Və bu cəzaları ona görə verirəm ki, cəmiyyətə pis adam olmayasan. Amma mən bir anayam, səni çox istəyirəm. Yəni, bu bir ananın sevgisidir. Bir ananın öz balasına olan qayğısı. Nə qədər onu incitsə, yenə də bağrına basacaq, onu sevəcək, ona qayğısını göstərəcək. Həmçində atada da bu sevgi var. Amma Allah daha çox sevgini anaya mərhəm eləyib. Amma Allah Quranda bilirsiniz nə deyir? Deyir, o ananın sevgisindən çox mən sizə qayğı göstərirəm. Mən sizi sevirəm, mən sizi istəyirəm ki, və sizin üçün yollar qoymuşam. O yolların içərisində siz öz bağışlanmağınızı Allahdan istəyəsiniz. Və nə qədər Allahdan istəsəniz, Allah sizi əfv eləyəcək. Onun üçün Həzrəti Musa əleyhissalama nə deyir? Deyir, günahkarlar artıq Allah huzuruna gələndə bir dənə ümidləri var ki, bizi Allah bağışlayar. Bizim günahımızdan mütəal Allahdan başqa heç kim keçə bilməz. O qədər səhvlər eləyirik. Heç olub ki, ya, məsəl, bir adamın ayağını tapdalıqdıqda deyirsən, bağışla məni. Birinin qəlbinə deyəndə deyirsən, bağışla məni. Birinə sözün düz gəlməyəndə halallaşırsan, bağışla məni. Bunları deyə, olub ki, bir gün özümüzə deyək ki, ay Allah, bağışla məni. Mən bunları düz eləmirəm. Bax, insanın əsas mahiyyət dəyəri ilə gördüyü ən böyük iş budur. Allah qatında, Allah nəzərində özü tənha olanda bu sözü desin ki, ilahi, bağışla məni. Mən o əməllər ki var, sən o cür istəyirsən, mən bildiyim kimi eləyirəm. Mənə bağışla ginən və məni əfv elə ginən ki, mən onları o cür eləmirəm. Həzrəti Musa əleyhissalamla Fironun hadisəsində bir dənə maraqlı hal var. Bilirsiniz də, Firon, Allah lənət eləsin, Quranda ona lənət oxuyur, amma deyir, bir gün Firon bir dəfə Allaha çağırıb. Bilirsiniz, haçan çağırır? Dənizə batanda yox. Deyir, o zaman ki, taxt-ı tacı oturanda Firon, bu sözü deyir, sabah ola bilər ki, Musa mənə qarşı başqa fikirlər irəli sürər. Mənim öz iddialarımda, öz hökmlərimdə mənə qarşı üsyan eləyər, cəmaat mənə qarşı üsyana qalxar və mən rüsvay olaram. Bir dənə söz deyir, ay Allah, sabah mənə rüsvay eləmə. Cəmaat içində, el içində, dünyanın tənyarın Firon idarə eləyib. Yəni, bir ölkə, iki ölkə yox ha, dünyanın tənyarın bu adam idarə eləyib. Deyir, ilahi, məni rüsvay eləmə ginə. Həzrəti Musa əleyhissalama Allah deyir, ya Musa, danışma ginə. Deyir, niyə? Deyir, Firon deyir ki, mənə rüsvay eləmə. Məndən istəyib. Mən onun istəyini qəbul edəcəyəm. Amma bilginən ki, Fironun qəlbinə amal olub ki, bilir ki, onun üçün deyəcəklər orada. Deyir, nə deyəcəklər? Deyir, sənin tərəfdarların ki var, sabah Firon taxtına oturanda deyəcəklər ki, səni Allah lənət eləsin ki, sən özünü bu iddiaya getirib çatdırmısan. Nəuzubillah deyirdi ki, mən Allaham. O mərhələyə gəlib çatıb.
Bunu deyəcəklər, orada ölən də olacaq. Sözün deyib ölən də olacaq. Amma o insanlara deyilən ki, bu işdən əl götürsünlər. Allahın mərhəmətinə baxaq. Bir adam deyir ki, mən Allaham, Allah Peyğəmbərinə deyir ki, onda işin olmasın, qoy desin. Amma o rüsvay olmasın, qoy dünyada sözünü desin. İndi görün ki, Allah nə qədər insanlara nəvaziş eləyir. O həddə qədər ki, deyir, mən Allaham, bu işi görür, o günah eləyir, bu günah eləyir. Axırda nə deyir? Allah Musaya deyir ki, Fironun həddini o qədər aşdı ki, o qədər günahlara mürtəkib oldu. O nə qədər günah elədiyicən, mən dedim onu bağışlayaq. O nə qədər günah elədiyicən, mən dedim bağışlayaq. Bağışlayaq, nəticə gəldi, böyüdü artıq. Artıq o həddə gəlir, çatır ki, deyir, Firon tərəfdarları hamısı öldürülməlidir. Hamısı edam olunmalıdır. Və onun nə qədər körpəsindən böyüyünə qədər onlar öldürülməlidir və burada əsas işi mən görməliyəm. Allah nə deyir? Zalimin zülmü sonda onun üçün bəlaya çevriləcək. Və sonda öz bəlasına gəldi, mürtəkib oldu. Ona görə Allah mütəal bizim hər birimizə mərhəmətlidir, bizi bağışlayır. Hətta zalimlər üçün belə bir mərhəmət qapısı qoyub. Gərək bu gecədə biz özümüzü kiçildək Allah qarşısında, öz bağışlanmağımızı istəyək, razı niyazımızı istəyək və bu gecənin əsas səbəbkarı bilirsiniz ki, bu gecə vilayət günəşi Əli ibn Əbi Talib əleyhissalamın zərbətlənən gecəsidir. Əleyhissalam Ramazan ayının 19-cu gecəsi zərbətlənib. Əleyhissalam haqqında biz danışsaq, gecələr, səhərlər, günlər çatmaz ona. Yəni, bu tərifi biz yox, Allah onun üçün eləyib o tərifi. Yəni, o elə yaşayıb ki, və yaşadığı ömrüdə insanlar olub ki, Peyğəmbərlər sırasında, insanlar olub ki, Peyğəmbərlik nübüvvətində müəyyən səhvlər, müəyyən addımlar atıb ki, o işdə səhv eləyib onu. Və sonradan etiraf edib ki, düzələmədi. Misalən, mən birisindən hadisəni deyim. Yunus balığın qarnına niyə girdi? Yusif zindanda niyə uzun müddət qaldı? Nuh Peyğəmbərin gəmisi niyə görə gəmidə uzun müddət qaldı? Bunların hamısının bir dənə səbəbi var. Bunlar bir neçə dəqiqə Allahdan özlərini uzaq eləməyi nəticəsində sıxıntıya düçar oldular. Yusif bir dənə söz dedi ki, şərabsızcana ki, getdiyindən ki, vilayətdə ki, Yusif adlı bir nəfər zindanda yatır. Allah dedi, ey Yusif, sən nə danışırsan? Səni quyunun içindən qurtaran kim idi? Səni qul bazarında qiymətini qaldıran kim idi? Misirin əzizin evinə getirən kim idi? Misirin əzizinin qadınını sənə sevdirən kim idi? Bunların hamısını unuttun mu? Və buna görə indi kimə sığınırsan sən? Və bu, bunun bir dənə səhvi idi ki, Allah onun zindan əzabını biraz uzatdı. Amma bu mərhələlərə baxanda Yunusdə də, Nuhda da bu hadisələr və digər Peyğəmbərlərimizdə. Amma Həzrəti Əli əleyhissalam elə bir şəxsiyyətdir ki, onun gördüyü işin birində də səhv olmayıb. Nə iş görübsə, hamısını Allah üçün eləyib. Hansı bir addımı atıbsa, o addımda birinci hədəfi Allah olub. Onun üçün Allah onu ucaldıb. Əli əleyhissalamı vuran İbn-i Mülcəm özü belə sonda bir dənə söz deyir. Allah lənət eləsin. Bir dənə söz deyir. Deyir, mən özüm bilmirəm bu işi necə gördüm. Necə elədim? Bir gün mən səninlə çiyin-çiyinə döyüşürdüm və sənə dost deyirdim. Bugün sənə qılınc qaldırdım. Amma Əli əleyhissalam bilirsən nə deyir? Hələ illər öncə bir dənə söz deyir. Gözəl bir dənə söz deyir. O söz də bundan ibarətdir ki, Həzrət Əli əleyhissalam Kufəyə vali təyin olunanda, İbn-i Mülcəm ki, ona təbrik, təəssürat eləməyə gəldikdə bir dənə söz deyir. Deyir, ey İbn-i Mülcəm, siz neçə nəfər idiniz, gəldiniz? Deyir, biz 100-ə yaxın idik. Təsəvvür elə. 100 nəfər oğlan idi, biz gəldik ki, sənə təbrik eləyib. Pes, düşün, tək gəlmişsən. Hanı o 100 nəfər? Deyir, hələ bir yana çəkildi. Ne üçün?
Biri dedi ki, Əli əleyhissalam əvvəl xəlifə olmalı idi, olmadı. Burada nəsə mahiyyətlər var. Biri dedi, Əli əleyhissalamın xilafəti uzun çəkməz. Biri dedi, belə, hərə bir dənə söz dedi. Dedi, onlar hamısı düz dedi. Dedi, ya Əli, bu nə sözdür deyirsən? Dedi, onlar hamısı düz dedi. Amma sən ki varsan, gəlmirsən mənə təbrik deməyə, bir gün məni öldürən də sən olacaqsın. Adamın sözünün böyüklüyünə bax. Adam bilə ki, qarşısında deyən adam səni bir gün öldürəcək. Və bu sözü də özün deyirsən ona ki, məni öldürən sən olacaqsan. İbn-i Müccəm baxır bu sözü, bir dənə söz deyir. Deyir, o əllər qurusun ki, sənə qalxacaq bir gün. Deyir, zaman gəldikdə bunu yaşayacaqsan. Əli əleyhissalamın böyüklüyünün biri də o idi ki, o qədər insanlarla, insan həyatı ilə yaşayırdı ki, deyir, evə gəldikdə, ailəsinə gəldikdə, xanım Zəhranın yanına gəldikdə, artıq o halda idi ki, o taqətdən düşmüş halda. Bütün insanların dərdini görürsən, olub da hərdən hər birimiz gün ərzində o insanlar ki var, Allah heç kimi göstərməsin, ağır, azı həyat yaşayır, çətin həyat yaşayır, ailəsini saxlaya bilmir, uşağı xəstədir, müraciətlər edirlər də. Adam var ki, hələ dərdin adam hər yerdə deyir. Onlarla təmasda olursan, danışırsan, münasibətlər qurursan, amma özündə bir ağırlıq hiss edirsən ki, kaş imkanlarım olaydı, hamısına yardım eləyərdim. Bunları bu çətinliklərdən qurtarardı. Niyə görə bu adamlar əziyyət çəksin? Amma Əli əleyhissalam bütün vilayəti belə gezərdi, hər birinin dərdi ilə, səri ilə məşğul olardı. Onlara yardım da eləyirdi, onlara dəstək də verirdi. Və o halda gəlib düşürdü ki, xanım Zəhra deyirdi, mən Əlini bir gün rahat şəkildə evə daxil olduğunu görmədim. Hər zaman yorğun və o yorğunsuluq cəmiyyətin ona verdiyi yorğunsuluq idi. Amma buna baxmayaraq, bütün hallara, bütün hadisələrə səbirlə, təmkinlə dözürdü. Və elə bir şəxsiyyət idi ki, Əli əleyhissalam, onun ölümü də, onun yaşamağı da, onun dünyada insanlara gördüyü böyük əməllər də, hər ney var idisə, onun düşmanına elədiyi münasibətlər də, hamısı Allah rizası var idi. Təsəvvür eləyin ki, böyük bir pəhləvan Əmr ibn Əbdəvidi meydanda bir yerdə, döyüş meydanında bir yerdə döyüşürlər. Əmr ibn Əbdəvidi yerə yıxır və bir qılınc vursa öləcək. Əmr ibn Əbdəvid baxır belə, Əli əleyhissalamın üzünə tüpürür, baxır, qalxır ayağa. Deyirlər, ya Əli o qılıncı götürdü, sənə tərəf gəlir, öldürəcək səni. Deyir, o gəlsin, yenidən döyüşək. Döyüşür və öldürəndən sonra deyirlər, ya Əli, ayağın altındaydı, yıxmışdın, öldürərdin onda, niyə görə bu qədər fasilə verdin və sonra yenidən döyüşdün, onu öldürdün. Deyir, o mənim üzümə tüpürdükdə mən bunu fikirləşəcəkdim ki, elə bunu da düşündüm ki, öldürsəm qəzəbimə görə öldürərəm, öz hirsimə görə öldürərəm. Artıq bu şəxsi problem oldu, şəxsi hal oldu. Amma mənim gördüyüm iş Allah üçündür. Mən döyüşürəm Allaha görə, özümə görə döyüşmürəm. Çünki Allahı o adama tanıtdırıram, o adamsa Allahla mübahisə aparır. Yəni, bütün həyatı, bütün yaşamağı yalnız o idi. Onun üçün Həzrəti İmam Həsən əleyhissalam deyir, mən deyir, bir gün gördüm ki, hava küləkli bir hava idi. Çox deyir, böyük bir külək var idi, Kufədə deyir. Deyir, dedim, ata, bu külək bu şəhəri bərbad bir hala salacaq, vəziyyətə salacaq. Dedi, oğlum Həsən, narahatsan sən? Bu havadan sən narahatsan? Deyir, dedim, ata, narahatçılığım cəmaata görədir. Deyir, atam əlin qaldırdı, dua elədi. Sanki atamın əli yerə düşəndən sonra küləyin dayanmağını gördüm. Bir an Allahdan bir söz istədi ki, Allah onu həvalə elədi. Yəni, o insanlar ki, səmimiyyən, qəlblə, Allahla razı niyazda düz yaşayırsa, bir gün Allahdan istəsə, Allahın istəyini verəcək ona. Amma bəzən yaşam tərzi Allahla özümüz aramızda düzgün olmadığında, bunları biz nəticələrinin, acı nəticələrini görürük. Ona görə bu gecədə Əli əleyhissalamı öldürən də nəfsinin qulu oldu, şeytanın qulu oldu və o özü də bildi ki, gördüyü əməl onu uçuruma aparacaq. Amma bu işi gördü. Tarixdə var ki, bugünkü gecə 3 nəfər adam öldürülməli idi.
Kufədə Əli əleyhissalam, Şamda Maviyyə, Misirdə də Əmras. Üçü də bu gecə öldürülməli idi. Və bu bir layihə idi, bunların bir planı idi ki, hazırlamışdılar ki, bunlar üçü də bir gecədə xəlifələr öldürülməli idi. Amma nə Maviyyə öldü, nə Əmras öldü, yəni onlar başqa bir hilələr qurdular. Çünki bu adamların həyatları elə hilə idi. Amma Əli əleyhissalam bilirdi ki, o məsciddə öldürüləcək, ona sui-qəsd hazırlanır. Və öz düşmanını belə yuxudan ayıldır. Gəlir, görür ki, məsciddə İbn Mülcəm yatıb, üstündə də silah, qılıncı üstündə. Onu durğuzur, deyir, namaz vaxtıdır, qalx namazını qıl, ibadətini elə. Və elə ki, Əli əleyhissalama zərbəni vurduqda, Həzrət Əli əleyhissalam o məsciddən qalxanda, oğlu İmam Həsən, İmam Hüseyin onu o halda görəndə bir dənə söz deyir, İbn Mülcəmi saxlayın, ona deyəcək sözüm var. Deyir, ya Həsən, məni göstər ona deyəcək sözüm var. Deyir, ata, mən onu öldürəcəyəm, deyir, onda işin olmasın. Nə qədər ki, mən yaşayacağam, onda işin olmasın. Ona əl vurma yenə. Əgər sağalsam da, onu əfv eləyəcəyəm mən. Və bir dənə baxır, belə bir söz deyir. İbn Mülcəm baxır, Əli əleyhissalamın simasına baxanda halı pərişan olur, bilmir nə desin. Deyir, ey İbn Mülcəm, mən sənə məgər pis imam oldum. Ne üçün bu işi gördün sən? Mən sənə neynədim ki, sən bu işi gördün mənə? Dedi, ya Əli, mən özüm bilmirəm neynim, nə deyim sənə? Kaş bu əllərim quruyaydı, bu işi görməyəydi. Yəni, öz düşmanına qarşı mərhəmətli bir adam idi. Hətta bilirsiniz ki, xanım Zeynəb salamullah deyir, Əli əleyhissalam üçün yemək getirdikdə 3 dənə deyir, neymət getirdi, süd getirdi, çörək getirdi, buğda çörək, arpa çörəyi getirdi, su getirdi, dedi götür o südü, çörəyi apar verginə İbn Mülcəmə yesin. Öz düşmanına o qədər mərhəmətli idi bu adam ki. Ona görə belə bir şəxsiyyətin də zərbətlənməsi bu gecədədir və Allah İstədiyi bəndələr ki var, Allah sevdiyi bəndələr ki var, onlar mübarək bir günlərdə ömürlərini tamamlayıblar. Mübarək bir günlərdə də, mübarək yerlərdə dünyaya gəliblər. Allah onların dünyaya gəlişin də, dünyadan gedişin də bir şərafətlə eləyib. Ne üçün? Çünki o insanlar yaşam tərzləri yalnız Allah olub. Onların ürəklərində başqa sevgi olmayıb, başqa istək olmayıb. Adam var, deyir, mən dünyada evladımı çox istəyirəm, istəmək olar, maşını çox istəyirəm, onu çox, o istəklərin sonu bilirsiniz, nədə qurtarır? Son hədəf bilirsiniz. Sonda deyir ki, mən boş bir yerə ömrümü hədər eləmişim. Və hədislərimizdə var ki, insanın Allahdan başqa dünyada nəyə ki sevdikləri olsa, istəyi olsa, o istəyi onun üçün sonda bəla olacaq. Sonda onun bəlası, adam var, maşına sevgisi olub, o maşın onun bəlası olub. Oğul uşağa sevgisi olub, sonda evlad uşaq ona qarşı kobud hərəkəti ilə böyük bir bəlaya çevrilib. Ona görə əsas sevgi Allahadır, ondan bağışlanmaq istəyimiz. Bizim üçün heç kim dua eləyib bizi bağışlatdıra bilməz, biz özümüz istəməsək. Gerək biz özümüz, bizə Allah nəsib eləyib bu gecəni bura gəlmişik. Hər insan bu gecədə Allahla razı niyaz eləməyə, özünü bağışlatdırmağa vaxtın, saatın sərf eləyə bilmir. Çünki idarə edən onu şeytan günahlara sövq eləyir və dünyanı onun üçün beziyir, dünyanı gözəlləşdirir. Ahirəti, ahirət məqamını kiçildir ki, belə bir hal olmayacaq, belə bir aqibət olmayacaq və bununla onun aqibət axirin heç eləyir qoyur. Ona görə bugünkü gecədə Allaha and verək Əli ibn Əbi Talibin zərbətlənən gecəsinin hörmətinə bizi bağışlayanlardan qərar versin. Allah gələn günlərimizi xeyrə münəvvər eləsin. Və bu gecədə ki, bizim taleylərimizə baxılacaq. Allah bizim qarşıda gələn ömrümüzü, taleylərimizi gözəl yazsın inşallah. Bərəkətli bir ömrü Allah hər bir insana nəsib eləsin. Ən böyük
bizim üçün böyük sıxıntı, böyük kədər şeytanın tələlərinə düşməkdir. Allah bizi şeytanın tələsindən uzaq eləsin. Allah zəmanə imamının zuhurun təcil eləsin. İmam Zaman ağanı Allah bizdən razı eləsin. Bütünlüklə oxuduğumuz duaları, razı niyazları qəbul eləsin. Və Allah bizi bağışlayanlardan qərar versin. Bu dualarımızın dərəcəyi qəbuluna yetməyinə, İmam Zaman ağanın bizlərdən razı qalmağına 3 dənə müqərrər səlavat hədiyyə eləyək. Allahümmə səllə